Salam dostlar. Bəzən sual verirsiniz ki, tiroid biopsiyaları ağrılıdırmı? Və yaxud da ki, biopsiyanın adı gəldikdə qorxursunuz. Videoda izlədiyiniz xəstə gördüyünüz kimi 1 dəqiqə ərzində tam ağrısız formada biopsiya olundu və özü də etiraf elədi ki, o qədər də ağırlı bir prosedur deyildir. Xəstəmiz kişi xəstədir. Tiroid vəzində solid, sağ payında düyünü izləyirsiniz burada. Düyün. Təxminən 3-4 il 21-də dediniz. 21 demiş. 4 il bundan öncə biopsiya almışıq. Xoş xəstəlidir və üstündən 4 il keçib kontrollarımız davam edir və xəstəmizi kontrolda saxladığımız üçün təkrar yenidən iynə incə biopsiyasını aparacağıq ki, bu təkrarlanmalıdır. Əgər xoş xəstəlidirsə yenidə davam olunsun müalicəsi. Əgər tiroid düyünlərində ölçü olaraq 2 sm və azdırsa, bu halda əməliyyat göstərişi yoxdur. Düyün xoş xəstəlidirsə və xəstəmizdə də 2 sm-dən kiçik olduğu üçün biz bunu təqibə alırıq. Təqibdə tam əmin olmaq üçün xəstəyə 3 ildən bir təkrarı incə iynə biopsiyasını icra edirik. Nəticə inşallah xoş xəstəlik gələr və növbəti illərdə kontrolumuzu davam elətdirərik. Tamam, düyünün tam mərkəzindəyik. Kistik strukturu var bir balaca. Görürsünüz iynəmizin hərəkətini və o kistanı aldıq demək olar. Müxtəlif nöqtələrindən götürürük düyünün. Prosedurumuz bitdi. Təxminən 1 dəqiqə civarında bir müddət aldı və 1 dəqiqə ərzində işimiz bitdi. Sizi incitdi mi? Hə? Yox, inşallah. İncitmədi? Yox. Hə. Göründüyü kimi biopsiya özü çox da ağrılı bir şey deyil. Xatırlatmaq istəyirəm ki, tiroid biopsiyaları tiroid düyününün xarakterini aydınlaşdırmaq üçün aparılan bir müayinə metodudur. Yəni, tiroid düyününün xoş və yaxud da ki, bəd xassəli olmasını araşdırmaq üçün aparılır. Əgər xəstədə tiroid düyünü varsa, bu biopsiya olunur. Biopsiyanın nəticəsi xoş gələrsə, əməliyyat göstərişi yoxdursa, xəstə təqibə alınır, yəni kontrolda saxlanılır. Yox, əgər tiroid düyünündə kanser, yəni xərçəng hüceyrələri aşkar olunarsa, o halda xəstənin yaşından və tiroid düyününün ölçüsündən asılı olmayaraq birbaşa əməliyyat olunması üçün göstəriş vardır. Əgər sizdə və yaxud yaxınlarınızda tiroid düyünləri ilə bağlı bir problemləriniz varsa, suallarınızı ünvanlaya bilərsiniz. Mən suallarınızı cavablandıracağam. Diqqətiniz üçün sağ olun.